Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu gün qaynanamla bircə hazırladığım xırt-xırt dadlı, ləzzətli çələm turşusunun hazırlanma qaydasını sizlərlə bölüşürəm. Turşunu hazırlayarkən 3 ədəd orta boy çələmdən istifadə edirəm. Çələmi yuduqdan sonra hissələrə ayırıb bacardığım qədər xırda-xırda doğrayıram. Geniş bir qaba əlavə edirəm. Üzərindən 5 xörək qaşığı duz səpdikdən sonra gördüyünüz qayda ilə duzla bircə çələmi ovuşdururuq. Digər ərzaqları hazırlayan zaman qoyuruq kənarda, çələm yumşasın, öz şirəsini salsın. Yarım kiloqram kök və 2 ədəd orta boy çuğundurdan da istifadə edirik. Kök və çuğunduru sürtgəcdən keçirərək onu da çələmin üzərindən əlavə edirik. İstifadə etdiyim ərzaqların miqdarını yenə də videonun açıqlama hissəsində qeyd edəcəyəm. İstəsəniz oradan buyurub baxa bilərsiniz. 2 dəstə cəfərdən də istifadə edirik. Onu da xırda-xırda doğrayırıq. 2 ədəd acı biber və 2 baş sarımsaqdan da istifadə edirəm. Əgər acı sevirsinizsə, acının miqdarını bir qədər artıra bilərsiniz. Biberi də, sarımsağı da doğrayırıq. Onu da digər ərzaqların üzərindən əlavə edirik. Turşuda dənəvər istiotdan da istifadə edirik. Təxminən 10-15 ədəd dənəvər istiot da əlavə edirik. 200 ml, yəni 1 stəkan üzüm sirkəsi də üzərindən əlavə etdikdən sonra qarışdırırıq. Qarışdırmaq dedikdə bir qədər ürəkli qarışdırırıq. Tərkibində sirkə, duz olduğu üçün bacardığımız qədər yaxşı qarışdırırıq ki, tərəvəzlərin dadı bir-birinə keçsin, həm də suyunu salıb tərəvəzlər yumşasın. Təxminən 5-6 dəqiqə qarışdırdıqdan sonra belə bir nəticə əldə etdik. Üzərinə sini çeviririk və otaq temperaturunda mən 3 saat gözlədə bildim. Sizlər 4-5 saat da gözlədə bilərsiniz. 3 saatın tamamında artıq turşu hazırdır. Yəni bankalara yığa bilərik. Gördüyünüz kimi həm yumşayıb, həm də şirəsini yetəri qədər salıbdır. Artıq turşunu bankalara yığa bilərik. İlk öncə bankaları yaxşı yuyub quruladıq, ardından turşunu bankalara əlavə edirik. Nəzərinizə çatdırım ki, əgər turşunun gözəl xırt-xırt alınmasını istəyirsinizsə, üzərindən bastırmayın. Əgər bankaya yığdıqdan sonra üzərinə möhkəm bastırarsaq, istifadə etdiyimiz turşunun şirəsi və sirkəli su aralara keçməz və tez zamanda turşumuz xarab ola bilər. Turşunu bankaya yığdıqdan sonra gerdə qalan turşunun şirəsini də bankalar arasına bölərək hər bir bankaya əlavə etdim. Turşunun öz şirəsi yetərli olmadığına görə kənarda sirkəli su hazırlayıram. 720 ml öncədən qaynadıb tam soyutduğum suyu qaba əlavə etdim. Üzərindən 400 ml, yəni 2 stəkan üzüm sirkəsi və 1 xörək qaşığı duz əlavə edib qarışdırıram. Duzu suyun içərisində tam həll etdikdən sonra hər bir bankaya hazırlamış olduğum sirkəli sudan əlavə edirəm. Sonda bankanın qapağını möhkəm bağlayıb qaranlıq, sərin yerdə bir həftə müddətində gözlədirik. Bir həftənin tamamında, yəni turşunun tam halını sizlərlə bölüşə bilməsəm də, sınanmış bir reseptlə bugün çələm turşusu hazırladım. Sizlər də bu reseptdən istifadə edərək xırt-xırt dadlı çələm turşusu hazırlaya bilərsiniz. Dəyərli izləyicilər, əgər video sizlərə yararlı, faydalı oldusa, videonu bəyənib kanala abunə olmağı unutmayın.